Salam, hörmətli izləyicilər. Yenidən xoş gördük sizi. Bugünkü dərsimizdə sizlər üçün Azərbaycana ərəblərin yürüyüşü haqqında məlumat verəcəm. Başlayaq. Deməli, ilk öncə vurğulayım ki, dünya üzərində biz ümumi tarix dərsliyində ərəblər haqqında məlumat əldə edəcəyik ki, ərəblər hələ ilk öncəki dönəmlərdə İslam dinini 610-cu ildə qəbul edirlər. Daha sonra isə Məhəmməd Peyğəmbərin başçılığı altında 630-cu ildə Ərəb dövlətinin əsasını qoyurlar, yaradırlar. Və 630-32-ci illər dönəmində Peyğəmbərin 2 illik hakimiyyəti davam edir. Bundan sonra isə 632-ci ildən 661-ci ilə qədərki dövr ərzində, təxminən 30 ilə qədərki bir dövr ərzində 4 xəlifənin hakimiyyət dövrü var Ərəb xilafətində. Əbu Bəkrin, Ömər, Osman və Əlinin hakimiyyət dövrlərindən söhbət gedir. 661-ci ildən 750-ci ilə qədər Ərəb dövlətində Əməvilər sülaləsi oldu hakimiyyətdə. 750-ci ildən 1258-ci ilə qədər isə Abbasilər sülaləsi hakimiyyətdə oldu və daha sonra 1258-ci ildə Monqollar tərəfindən Ərəb xilafətinin varlığına son qoyulmuşdu. Buna da artıq Ərəb dövləti süquta uğramışdı. Məhz danışdığım bu dövlətdəki ərəblər ilk öncəki dönəmlərdə, yeni dövlət yaratdıqları dönəmlərdə geniş işğalçı yürüyüşlərə başladılar və onların istiqamətlərindən də biri məhz Azərbaycan ərazisi olmuşdur. Ümumiyyətlə, əgər biz xəritə üzərində baxsaq, ərəblərin dövləti də Azərbaycanda ön Asiya ərazisində yerləşir ki, ərəblər Ərəbistan yarımadasında, Səudiyyə Ərəbistan deyilən yerdə yaşayırdılar ki, həmin istiqamətdən yuxarı, şimala doğru qalxanda ilk öncə Sasanilər üzərində, yəni İran üzərində hücum etmişdilər. Daha sonra isə yavaş-yavaş Azərbaycana doğru qalxan zaman Cənubi Azərbaycana, ardınca da Şimali Azərbaycana doğru yürüyüşləri davam etdirmişdilər. Hətta öncəki mövzumuzda mən sizlər üçün söyləmişdim ki, ərəblər 633-cü ildə Sasanilər üzərində yürüyüş etmiş, İraq və Şam ərazilərini işğal etmişdilər. Cənubi Azərbaycanın ilk öncə tabe edilməsi haqqında məlumat verəcəm. Çünki ərəblər qalxanda ilk öncə Cənubi Azərbaycana daxil olurlar, ardınca isə Şimali Azərbaycana daxil olurlar. Cənubi Azərbaycanda ilk öncə deməli xəlifələr başladılar yürüyüş etməyə. Onların məqsədi İslam dinini yaymaq idi və eyni zamanda geniş işğalcı yürüyüşlər həyata keçirib dövlətlərin ərazisini genişləndirmək idi. Onlar öz İslam dini bayrağı altında, bu dinin bayrağı altında güya ki kafirləri gerçək düzgün yola gətirmək adı altında bu bəhanələ yürüyüşlərini həyata keçirirdilər. Və bəs deyəcəyik ki, onların Azərbaycana yürüyüşləri baş verdi. 7-ci əsrin 30-cu, 40-cı illər dönəmlərində bu yürüyüşlər həyata keçmişdi. İlk öncə vurğulayacağım 633-cü ildə xəlifə Əbu Bəkir Sasanilər üzərinə hücum edən zaman İraq və Şam ərazilərini işğal etdi. Ardınca Cənubi Azərbaycana gələrkən 639-cu ildə Qəzvin şəhərinin işğalı ilə Cənubi Azərbaycanın işğalı başlamış oldu. Daha sonra ərəblər 642-ci ildə Nəhavənd və Həmədan döyüşlərində Sasanilərə qarşı mübarizə apardılar. Baxın, burada bir məqamı vurğulayım mən. Qəzvini işğal edən zaman Azərbaycan əhalisi idi Qəzvində. Qəzvində, yəni yürüyüş, döyüş həyata keçirən zaman ərəblər Azərbaycan əhalisini məğlub etmişdilər 639-cu ildə. Lakin 642-ci ildə Nəhavənd Həmədan döyüşü baş verərkən ərəblər Sasanilərə məğlub etmişdilər və onların buradakı qalibiyyət nəticəsində digər ərazilərin işğalı üçün də yol açılmışdı. 643-cü ildə Azərbaycanın cənubunda Ərdəbil şəhəri yaxınlığındakı Cəlmidan dağının ətrafında Cəlmidan döyüşü baş verdi. Cəlmidan döyüşü zamanı ərəblər Azərbaycan əhalisi üzərində qələbə qazandılar. Bu zaman Ərdəbilin hakimi, Azərbaycanın mərzbanlarından biri olan İsfəndiyar İbn Fərruxzad adlı şəxs idi ki, İsfəndiyar İbn Fərruxzad burada məğlub olur, lakin burada müqavilə imzalanacaq. Hətta deyəcək ki, ərəblərin burada həyata keçirdiyi növbəti döyüşdən də sonra müqavilə imzalanır. Və Ərdəbil əhalisi ilə İsfəndiyar İbn Fərruxzad arasında 643-cü ildə imzalanmış müqaviləyə əsasən Ərdəbil əhalisi, ümumiyyətlə Cənubi Azərbaycan əhalisi ərəblərə tabe olmalıydı və əhali imkanları daxilində cizyə vergisini ödəməli idi. Cizyə vergisi can vergisi idi. Ərəb ağalığı dövründə can vergisindən cizyə vergisi deyirdilər. Deməli, Ərdəbil əhalisi tabe olub, imkanları daxilində cizyə vergisi ödəməli idi. Lakin qadınlar, uşaqlar
deməli, xəstələr və eyni zamanda dünya malından heç nəyə olmayan zahidlər bu cür vergilərdən, cizyə vergisindən və digər vergilərdən azad edilirdilər. Bu, vurğuladığım məhz İskəndər İbn Fərruxsadla imzalanmış müqavilənin şərtləri idi. Ardınca Cənudan döyüşündən sonra ərəblərin, belə deyim, şimala, Azərbaycanın şimalına gedən yolu açıldı və onlar burada irəliləyəcəklər Muğan, Şirvan, Dərbənd istiqamətində və onlar burada Şimali Azərbaycandan yürüyüş edən zaman və eyni zamanda da, hətta Cənubi Azərbaycanda da belə əhalinin heç bir şeyinə qarışmırdılar. Yəni, əhalinin dinlərinə, adət-ənənəsinə, məişət həyatına, əhalinin heç bir qayda qanunlarına qarışmırdılar. Bu, onların yürüyüş etdiyi ilk dövrlərə aid idi. Lakin daha sonraki dönəmlərdə ərəblər zorla İslam dinində yayacaqlar, daha sonraki dövrdə vergilər də artırırlar, əhaliyə qarşı zülmlər də həyata keçirirlər. Deyəcək ki, burada onlar Şimali Azərbaycan istiqamətində irəlidikləri bir dövrdə 644-645-ci illər ərzində Ərdəbil əhalisi müqaviləni pozur, üsyan qaldırır ərəblərə qarşı. Bu üsyanı isə növbəti xəlifə Osman qoşun göndərərək Ərdəbildəki üsyanı yatırır, yenidən müqaviləni bərpa edir. İndi danışacağım ərəblərin Şimali Azərbaycan tabe etməsi haqqında. Burada yenə deyirəm, Cənudan döyüş nəticəsində ərəblərin Şimali Azərbaycana, yəni Albaniyaya, Qafqaza gedən yolları açıldı. Onlar Muğan, Şirvan, Dərbənd istiqamətində irəlilədilər. Və onlar burada ilk öncə deyəcəyik ki, Muğan istiqamətində irəliləyərkən, yuxarı doğru qalxarkən, Muğanda 3 il müqavimətə rast gələcəklər. Azərbaycanda ən çox müqavimət göstərən ərazi Muğan ərazisi olmuşdu. Onlar ona görə də bu ərazini bir neçə il mühasirədə saxlayıb, mübarizə apara digər ərazilərə yürüyüşlər həyata keçiriblər. İlk öncə Dərbənd ərazisi haqqında danışmaq istəyirəm ki, ərəb mənbələrində Dərbənd şəhərini Bab-ül-Əvvab, yəni qapılar qapısı adlandırırdılar. Hansı ki, Cavanşirin dövründə biz buna Hun qapısı deyirdik. Dərbəndə 643-cü ildə yürüyüş baş vermişdi ərəblər tərəfindən. Burada onlar gəlmişdilər və Dərbənd əhalisinin üzərində qələbə qazanmışdılar. Buradakı Dərbənd hakimi və eyni zamanda Azərbaycanın Sasanilər tərəfindən təyin olunmuş mərzbanı Şəhriyarla bir müqavilə imzalayırlar, sülh müqaviləsi. Həmin sülhün şərtlərinə əsasən Dərbənd əhalisi ərəblərə tabe olmalı idi, vergi ödəməli idilər. Lakin Dərbənd keçidinin müdafiəsində duran yerli sakinlər, Dərbənd şəhərinin əhalisi cizyə vergisindən, can vergisindən azad olunurdu. Nəyə görə? Onlar Ərəb xilafətinin ordusunda xidmət göstərirdilər. Buna görə də bu vergini verməməli idilər. Əksinə onlar, belə deyim, vergi verməyib, əksinə onlar orada xidmət göstərib Bizansa qarşı və ərəblərin digər düşmənlərinə qarşı mübarizə aparmalı idilər. Yəni, bir növ vergi vermir, qarşılığında orada xidmət göstərirdilər. Daha sonra yenidən geri qayıdıran Muğan ərazisinə 3 il müqavimətdən sonra təxminən 644-cü ilin sonlarına doğru burada Muğan ərazisi ələ keçirilmiş oldu, əhali ilə müqavilə imzalandı və burada mənbə, ərəblərin müəllifi tərəfindən mənbədə bir məlumat qeyd olunur ki, hər bir deməli, əhali, yəni Muğan əhalisinin hər bir şəxsi bir dinar məbləğində və ya bir dinar məbləğində ya pul verməlidir, ya da ki, bu dəyərdə cizyə vergisini ödəməli idi. Burada müsəlmanlara qarşı müsəlmanlara qarşı Muğan əhalisi səmimi olmalı idi, qonaqpərvər olmalı idi. Əgər hər hansı bir müsəlman gecəyərkən yolunu azarsa, ona yolunu göstərməlidir. Hətta bir gecə evində saxlanmalı idi. Lakin onlar bu əhdi pozsaydılar, axırıncı fitnəkarədək heç bir də aman olmayacaqdı. Bu müqavilənin şərtləri idi. 644-də müqavilə imzalanmışdı. Ümumiyyətlə, biz deyirik ki, ərəblərin Şimali Azərbaycana və Cənubi Azərbaycana yürüşləri ilk öncə vurğuladığım kimi 7-ci əsrin 30-40-cı illərini əhatələmişdi. İlk yürüyüş məhz 643-644-cü illər dönəmində baş verdi, tam işğal olunma. Bu yürüyüş zamanı biz deyəcəyik ki, ərəblər gedirlər 643-də daha da şimala, Dərbənd keçidinə şimala doğru keçirlər və Xəzər xaqanlığından paytaxtdan doğru irəliləyirlər. Lakin 1-ci Bələncər döyüşündə ərəblər Xəzərlərə məğlub olurlar. Ümumiyyətlə, biz deyəcəyik ki, ərəblərin Azərbaycana ilk yürüyüşü zamanı 643-44-cü illərin nəticəsində ərəblər Xəzərlərə məğlub olaraq geri dönürlər. Düzdür, Azərbaycanda bir çox ərazilər işğal edirlər.
Haran deyə sual versəz, məhz deyəcək ki, ilk yürüyüş zamanı ərəblər Cənubi Azərbaycanı tabe edə bildilər və Xəzər dənizinin qərb sahillərindəki torpaqları bir qismini ta Dərbəndə qədərki ərazini ələ keçirə bildilər. Amma bu qədər böyük Azərbaycan ərazisini ələ keçirə bilməmişdilər. Daha sonra 644-cü ildə ərəblər Tiflis ərazisində özlərini tabe etdilər. Burada görürsünüz ki, qeyd eləmişəm ki, 1-ci Bələncər döyüşü var, hansı ki, ilk yürüyüş zamanı həyata keçirmişdilər. 643-də olmuşdu, Ərəb-Xəzər arasında baş vermişdi. Xəzərlər qalib gəlmiş, ərəblər məğlub olmuşdu. Yəni, biz buradan aydın olur ki, bizə aydın olur ki, ərəblər Azərbaycanı işğal edən zaman, Azərbaycan əhalisi ilə müqavimət, yəni mübarizə aparan zaman, eyni zamanda da Xəzərlərlə müharibə aparırlar. Ümumiyyətlə, biz tarix dərsliyindən, tarix haqqında məlumatdan əldə edirik ki, 7-ci, 8-ci əsrlər dönəmi Ərəb-Xəzər müharibələri dönəmidir. Hansı ki, bu müharibələrdə bir çox zamanlarda Xəzərlər qalib gəlmişdi, lakin müharibənin sonunda, 8-ci əsrin sonlarında Xəzərlər artıq məğlub olurlar, ərəblər qalib gəlirlər və ərəblər Xəzər xaqanını İslam dinini qəbul etdirməyə nail olurlar. Növbəti ərəblərin Azərbaycana yürüyüşü 10 il sonra baş verdi, 653-cü il dönəmində. Bu yürüyüş nəticəsində də ərəblər Xəzər sahili düzəmdəki əraziləri işğal etdilər, yenə həmin ərazilər işğal olundu. Yenə onlar getdilər Xəzər xaqanlığının paytaxtına Bələncər şəhərinə, 2-ci Bələncər döyüşü baş verdi 653-cü ildə və Ərəb-Xəzər toqquşması yaşandı. Burada Xəzərlər qalib gəldi, ərəblər məğlub oldu. Lakin deyəcəyik ki, Xəzərlər tərəfindən məğlub edilsə də belə, ərəblər ikinci yürüyüş zamanı, yəni növbəti yürüyüş zamanı 653-cü ildə Şimali Azərbaycana tabe edə bildilər. Baxın, ilk yürüyüşdə Cənubi Azərbaycan tabe olunur, Xəzərin qərb sahilləri, Dərbəndə qədər onun hissəsi tabe edilir. Növbəti yürüyüşdə isə Xəzər sahil düzəmdəki ərazilər və ümumilikdə bununla yanaşı Şimali Azərbaycan tabe edilir, deyəcəyik ki, astaxala salınır. Və ərəblər ilk gəldikləri dövrlərdə əhaliyə çox xoş münasibət bəsləyirdilər və belə bir sual çıxır ki, nəyə görə? Əhali ərəbləri çox istəyir, ərəblər də əhaliyə qarşı zülm eləmirlər. Çünki ilk gəldikləri dövrlərdə ərəblər İslam ehkamlarına sadiq qalırdılar. Yəni biz deyirik ki, İslam dinində mərhəmətli olmalısan, ədalətli olmalısan. Onlar bunu yəni öz vicdanlarına əsasən gözlərinin qarşısına gətirib əhaliyə zülm vermirdilər, əhalinin daxili işlərinə qarışmırdılar, vergilər məsələsini çox artırmırdılar. Yəni hər şeyə belə deyim, mülayimcə yanaşırdılar və onların bu cür xoş münasibət bəslənməsi əhaliyə qarşı Azərbaycan xalqında ərəbləri sevməsinə və onlara bir çox yerlərdə müqavimət göstərməməsinə səbəb olurdu. Yalnız müqavimət göstərən ərazi Muğan ərazisidir ki, onun ən sonunda tabe edə bilmişdilər. Bu, ərəblərin Azərbaycan tabe edilməsi haqqında məlumat idi. Növbəti hissə haqqında isə növbəti dərslərimizdə məlumat verəcəm. Artıq növbəti dərsimizdə ərəblərin Azərbaycanda yürütdüyü siyasətdir, daxili siyasətdir və eyni zamanda Xürrəmlər hərəkatı Babək haqqında məlumat verəcəm. Oldu, sağ olun.